Sumqayıt Gənclər evində 8 noyabr Zəfər günü münasibəti ilə Zəfərimiz əbədidir adlı tədbir keçirilib. Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə dövlət və şəhər rəsmiləri, Vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Zəfər gününə həsr olunmuş sərgi təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov qeyd edib ki, 8 noyabr xalqımızın tarixində misilsiz qəhrəmanlıq, milli birliyin və dövlətimizin gücünün rəmzidir. O bildirib ki, Azərbaycan xalqı bu qələbə ilə illərlə davam edən həsrətə son qoydu və dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Telman Kərimov çıxışı zamanı vurğulayıb ki, bu tarixi qələbənin təməli ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qoyulub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 gün ərzində əsr qəhrəmanlıq səlnaməsi yazdı. Hər bir əsgər, hər bir zabit canı, qanı bahasına bu torpaqları azad etdi. Bu qələbə bizim dövlətimizin, ordumuzun və xalqımızın birliyinin nəticəsidir. Telman Kərimov onu da bildirib ki, bu gün gənclər həmin qəhrəmanlıq ruhunu yaşadır, Azad Qarabağ torpaqlarında bərpa və yenidən qurma işlərində fəal iştirak edirlər. Daha sonra 8 noyabr Zəfər gününə həsr olunmuş video çarx nümayişi olunub. Tədbirdə çıxış edənlər Zəfər gününün tarixi əhəmiyyətindən danışıblar. Tədbir çərçivəsində bədii proqram təqdim olunub. Gənc ifaçılar Qarabağ, Xudayar təsnifi, Qarabağ şikəstəsi və Yaşa Azərbaycan kimi vətənpərvərlik ruhlu musiqiləri səsləndiriblər. Sonda tədbir iştirakçıları Azərbaycan ordusuna, Ali Baş Komandana və müstəqil Azərbaycanın əbədi zəfərinə ehtiram və qürur hissi ilə yekun vurublar. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.